Asılı xəstəsində çünki hamımız bilirik ki, mənim artıq indi 500 minimum deyirəm, çox say çoxdur. Təcrübəmiz çox genişdir, əlhəmdülillah. Asılı xəstəsinə hara yönəlsən ora gələcək. Bunu bilmək lazımdır. İstəyirəm xalqımız bunu bilsin, xüsusən aidiyyatı qurumlar bilsin ki, asılı xəstəsini hara yönəlsən ora gələcəkdir. Hansı ki, ona desən çıxmaq istəyirsən, deyəcək istəyirəm. Başa salıb desən sağalmaq istəyirsən, deyəcək sağalmaq istəyirəm. Çünki öz beyni çökür, hansı ki, asıllıq kiçik yaşlarından formalaşır və hansı ki, bir istifadə elədiyi maddənin təsirindən öz beyni çökür. O deyir, Məmməd Canan deyir ki, mütəxəssislər də, alimlər də bilmir ki, bu fikir hardan gəlir. Ki, onu söndürsünlər, qarşısını alsınlar. Təbii ki, biz bilirik, bunun dindən də cavabı var, İslam tərəfdən hardan gəlir, necə. Qısa olaraq bildirmək istəyirəm ki, yəni çox təhlükəli. Hətta bugünkü gün cinayətlərin 10 dənəsindən deyərdim ki, bir 7-si asılılıqla bağlıdır. Və aidiyyatı qurumlarını da bilməyini istəyirəm ki, onlar təşviq eləsinlər ki, gəlsinlər reabilitasiyaya. Hətta gələndə onlar da bir məlumatlandırsınlar valideynləri, həmən o asılı şəxsləri məlumatlandırsınlar ki, sənin çıxış yolun budur. Qurtuluş Reabilitasiya Mərkəzi. Həyata dönüş buradan başlayır.